Bu videoda gördüğünüz isitmə borularıdır. İsitmə sistemi, atapleniya dediğimiz. Və bildiyimiz kimi su isinir və borularla evlərə ötürülür. Həmin borular yüksək izolyasiya edici materialla örtülməlidir ki, istilik ətraf mühitə verilməsin. İstilik sisteminin bu şəkildə olması böyük miqdarda pulların çölə atılmasından başqa bir şey deyil. Yəni bu da birbaşa insanlara gələn bir zərərdir. Çünki o itirilən pullar bizim Azərbaycanlıların başqa hansısa problemlərin həll olmasına sərf oluna bilərdi. İzolyasiya sisteminin bu şəkildə olması, böyük miqdarda istiliyin lazım olan doğru məntəqəyə deyil də ətraf mühitə verilməsi böyük miqdarda pulların büdcədən çölə atılması deməkdir.